Azərbaycan Respublikası milli qəhrəmanı Çingiz Qurbanov. 2016-da yadınıza gəlirsə, kiminsə yadına gəlirsə, 2016-da Tovuzda əsir düşmüşdü. 3 həftədən artıq nəşi qalmışdı erməni tərəfdə. 3 həftədən sonra fevral ayında Azərbaycan Çingiz Qurbanovun nəşini geri aldı. Çingiz Qurbanovun məzarı Qusar Şəhidlər Xiyabanındadır. Sadəcə olaraq doğulub böyüdüyü kənd Həzrə kəndində belə bir xatirə abidəsi düzəltdilər, yaratdılar ki, kəndin ən azından qəhrəmanını gələn gedən qonaqlar da tanısın. Zaten yerli əhali tanıyır. Mən bir neçə nəfərdən soruşdum. Hər kəs də o qədər gözəl sözlər dedi, necə sakit, necə tərbiyəli, savadlı uşaq olduğundan. Allah rəhmət eləsin hər birinə. Məkanı cənnət olsun.